Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir. Qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar bugünün dünyası qarşısında ciddi çağırışlar qoyur. Qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda ombudsmanların beynəlxalq simpoziumunda bu məqamlar diqqət mərkəzində olub. İnsan hüquqları və azadlıqlarının qorunması dövlətlərin başlıca vəzifələrindən biridir. Prezident İlham Əliyev qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda ombudsmanların beynəlxalq simpoziumunun iştirakçılarına müraciətində belə qeyd edib. Prezident simpoziumda müzakirə ediləcək mövzulardan birinin qaçqınların hüquqları ilə bağlı olmasına diqqət çəkib. Bu kontekstdə Qərbi Azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla çıxarıldığını xatırladıb. Qeyd edib ki, Ermənistan Azərbaycanlıların öz dədə-baba yurtlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Ombudsman Səbinə Əliyeva qeyd etdi ki, ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də əziyyət çəkir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemləri insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa quruculuq işlərinə əngəl törədir. Regionda ekoloji tarazlığın pozulmasına səbəb olur. Tədbirdə qeyd olundu ki, dünyanın hansı nöqtəsində olursa olsun, insan haqları, fundamental hüquqlar pozulduğu anda hərəkətə keçmək, beynəlxalq ictimaiyyəti ayağa qaldırmaq vacibdir. Savaşlar, iklim değişiklikleri, göçler ve krizler nedeniyle dünyanın birçok coğrafyasında insan hakları ihlallerine sıklıkla rastlamaktayız. Bunu en yakın zamanda işte en başta Azerbaycan'daki kardeşlerimiz yaşadı. Özellikle Karabağ'da 30 yıl toprakları işgal altında kaldı. Bağımsız ve tarafsız bir görev yapan ombudsmanlar dünyadaki gelişmeleri yakından takip etmektedirler. Bu anlamda da Azerbaycan'daki bu etkinlik çok önemli. Bu etkinlik tam zamanlaması itibariyle hem de içeriği, muhtevası itibariyle oldukça anlamlı ve önemli bir etkinlik. Gerçekten hukuk devletinin güçlendirilmesi konusunda ve bunun alt başlıklarında birçok önemli konuyu gündeme getirmesi hem dünya gündemine hem uluslararası gündeme hem de ulusal gündeme bunu taşıması gerçekten çok anlamlı. İnsan hüquqları institutlarının müasir problemlərin həllində xüsusi rolu var. Ombudsmanların cəmiyyətlə dövlət arasında körpü rolunu oynaması və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət qurması olduqca vacibdir. Bu baxımdan Bakı simpoziumunun böyük əhəmiyyəti var. Qeyd edək ki, simpozium çərçivəsində Azərbaycanla Serbiya ombudsmanları arasında anlaşma memorandumu imzalandı. Mələk İnqilablı Fərid Məmmədov, ATV Xəbər.